Kişilər, diqqətli olun. Çünki indi göstərdiyim bir funksiya sayəsində artıq hara getmisiniz, necə getmisiniz, sevgiliniz və ya xanımınız çox rahat şəkildə öyrənəcək. Deməli, Google Maps-də bir funksiya var ki, bu funksiya sayəsində izləmək istədiyin hər hansı bir şəxs varsa, həmin şəxsin hara getdiyini, necə getdiyini, niyə getdiyini, nə ilə getdiyini çox rahat şəkildə izləyib öyrənə bilirsən. Bunu necə etmək lazımdır göstərəcəm. Öncə texnologiyadan xəbərdar olmaq üçün səhifəyə abunə ol, sonra gəl göstər. Bunun üçün ilk olaraq daxil olursan Google Maps-ə. Google Maps-də sağ yuxarı hissədəki profil şəklinə klik edirsən və burada konum paylaşımı var ki, onun üzərinə klikləyirsən. Bunun üzərinə kliklədikdən sonra isə burada konumu paylaş deyirsən. Konumu paylaş dedikdən sonra belə bir pəncərə açılır. Burada isə 1 saat boyunca keçirdirsən mən bağlayana qədərə. Sonra isə hansı şəxsi izləmək istəyirsənsə ona bunu göndərirsən. Bunu göndərdikdən sonra isə keçirsən həmin şəxsin telefonuna və bu bildirişi təsdiqləyirsən. Bu bildirişi təsdiqlədikdən sonra artıq sən öz Google Maps hesabında, yəni öz telefonunda həmin şəxsin hara getdiyini rahatlıqla izləyə bilərsən. Ha belə onun telefonunun zaryadkasının neçə faiz olduğunu belə görməyin mümkündür. Bax, mənim elə dostumu izlədiyim kimi.